Yeni il ərəfəsində Lenin ordenli Bakının sakinləri gözəl hədiyyə aldılar. Bu, 5 mikrorayonun qovuşduğu sahədə istifadəyə verilmiş, Respublikamızda ən böyük ticarət müəssisəsi olan Moskva Univermağıdır. Yeni univermağın ümumi sahəsi 7000 kvadrat metrdir. Birinci və ikinci mərtəbələrdəki ticarət salonlarını eskalator birləşdirir. Müasir avadanlıq bütün ticarət işini özünə xidmət prinsip əsasında təşkil etməyə imkan verir. Mağazanın kollektivinə istirahət otaqları, duşxanalar xidmət edir. Güclü ventilyasiya qurğuları yay aylarında burada mikroiqlim yaradacaqdır. Univermağın 25 ticarət şöbəsi hər gün təxminən 40 min alıcıya xidmət edəcəkdir. Açılış ərəfəsində Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş univermağa gəlmişdir. Əliyev yoldaş, univermağın ticarət salonları ilə tanış olmuş, satıcılara lazımi tövsiyələr vermişdir. Axırda Əliyev yoldaş kollektivi, univermağın açılışı və yeni il münasibəti ilə təbrik etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Sovet Azərbaycanının ən böyük universal mağazasında alıcılara yüksək xidmət mədəniyyəti nümunəsi göstəriləcək.